Cahangir birinci siniften Azerbaycan'da okuyor ve Cahangir Özbek dilini bilmir artık. Azerbaycan dilini bilir. Ve Cahangir 10 yıl Azerbaycan'da təhsil alıb. Bu yıl sonuncu ilidir ki təhsil alacaq. O cavan oğlanın adı Cahangir'dir, Özbekistan'dan da, Nijan vilayetinden. Gəlib Kaliningrada 2019-cu ildə özü danışacaq. Ben Zaurun verilişinde gördüm bir tane Cahangir Özbekistan'dan Azerbaycan dilində təmiz danışırdı. Acaba bizim Cahangir biraz da təmiz danışır. Bəli, Buyur, mən yenə inşallah özündən. gəlmişəm 2019-cu il Kaliningrada. 2019-cu il 1-ci dekabrdan başlamışam Azərbaycan milləti, qardaş millətlərimizlə işləməyə. Ondan sonra burada yavaş dilini öyrənmişəm, yazmaq, hərflər. Ne diyebilirsin Azerbaycanlılar barəsində? Azərbaycanlılar çox yaxşı adamlardır. Onlardan həmişə yaxşılıq görmüşük. İnşallah bunlar bizim qardaş millətimizdir. Yəni ki, biz bir milləti, bu Azərbaycan milləti, Özbək